Salam, hər birinizi xoş gördük. Mən məntiq müəllimi Elbrus Həşimov. Bu videoda 9 mart tarixində dövlət qulluğuna qəbul imtahanına düşmüş bir neçə sualların izahını vermiş olacağam. Təbii ki, növbəti videolarımızda da həmin imtahana düşmüş növbəti sualların da izahı paylaşılacaq. Və beləliklə YouTube kanalımıza da abunə olmağı unutmayın və imtahana, dövlət qulluğuna hazırlaşmaq istəyən hər bir kəs bu nömrə ilə əlaqə saxlaya bilər və yaxud bu nömrənin WhatsApp-ına təbii ki, yaza bilər. Keçək suallara. Demək, başlayaq birinci sualdan. Bu arada kim əgər özünü yoxlamaq istəsə, təbii ki, qəbul suallarıdır və videonu dayandıraraq izahdan qabaq özünüzü də təbii ki, yoxlaya bilərsiniz. Hər hansı sualı, yəni müəyyən vaxt ərzində cavablandıraraq, ondan sonra videonu başladıb videonun izahına baxa bilərsiniz. Deməli, başlayaq elə birinci sualdan. Aşağıda verilmiş anaqramlardan hansı birinci sözün sonu ikinci sözün əvvəlidir? Təbii ki, bilirsiniz. Bu anaqramı, yəni orta hissə elə bir variant seçilməlidir ki, siz anaqramı yığanda təbii ki, birinci sözün sonu, həmin bu hissə isə ikinci sözün əvvəli olmalıdır. Məsələn, biz A variantına baxsaq, İ, sıxı, məsələn, EBO, xis və yaxud nəsə düzəldə bilmirik təbii ki, və yaxud keçirik B variantına. Görürük ki, tanış yoxdursa qalmırıq bunun üzərində. Bildiyiniz, yəni EBO ilə başlayan hər hansı bir sözləri siz düşünməlisiniz və yaxud düşünə bilmədikdə variantlara da təbii ki, baxa bilərsiniz. EBO yenə nəsə düzəldə bilmirsiniz və yaxud C variantına da baxanda düzəldə bilmirsiniz. D variantına da baxanda təxmini görürsünüz ki, aha, ebonit, təbii ki, ebonit sözü alınır və fikir versək, ebonit birinci sözümüz, ikinci sözümüz təbii ki, nitrit olmuş olur. Təbii ki, sualımızın doğru cavabı D variantı olmuş olur. Keçdik növbəti sualımıza. Sual içərisinin yerinə uyğun gələn variantları seçin. Deməli, bu sualda baxsaq, 15, 13, 27, 25, 51 bu formada sıra formasında cədvəldən istifadə olunmuş bir sualdır və siz buna təbii ki, sütun formasında baxa bilərsiniz. Cəmlərə, fərqlərə, eyni zamanda hasillərə və yaxud rəqəmləri tək-tək də toplaya bilərdiniz və ya siz buna daha ağır formada, yəni bu suallar, yəni standart qayda alınmadıqda siz bunu çarpaz formada götürə bilərdiniz məsələn. 8-dən 13-ə, 13-dən 14-ə hər hansı bir ardıcıllıq formasında. 14-dən 25-ə, 25-dən 26-ya, 26-dan bu sual içərisindən və bu sual içərisindən buradakına. Eyni zamanda 15-dən 7-yə, 7-dən 27-yə, 27-dən 13-ə bu formada təbii ki, götürə bilərdiniz. Təbii ki, bu sualda sütun formasında baxacağıq. Yəni, suallar o qədər də ağır deyildi. Baxsaq bu sütuna 15 ilə 8-in cəminə baxa bilərik və yaxud da ki, fərqinə baxa bilərik. Məsələn, biz bunların cəminə baxsaq, tutaq ki, bunların cəminə baxsaq 23, 13 ilə 7-nin cəmi 20, 27 ilə 14-ün cəmi 41, hər hansı bir əlaqə görsənmir. Bunların cəmi 38. Məsələn, düzdür, aralarında 3 fərq var, görsənir əslində qalsa. Sadəcə siz burada bu hissədə tapa bilməzsiniz, yəni bu hissəni, bu sual içərisinin yerinə. Ona görə siz bu toplamaya yox, fərqə də baxa bilərdiniz. Məsələn, fərqə baxsaq, 15-dən 8 çıxdıqda 7, 13-dən 7 çıxdıqda 6, 27-dən 14 çıxdıqda deməli 13. Sonra bunların fərqinə baxıram. 10, 2. Fərqlərə biz baxdıqda fikir versək 7, 6, 13, 12. Sonra baxıram, burada fərq 25. Təbii ki, 7-dən 6-ya fərq 1 vayd azalır. Burada da fərq 1 vayd azalır. Burada da fərqimiz 1 vayd azalır. Düzdürmü? Burada da fikir versək, görürük ki, məsələn, 24 olmalıdır. Bayaqki toplama ilə eyni qayda. Yəni, yenə alınmır. Biz bu sütunu götürə bilmirik. Məsələn, 7, 6, 1 vayd azalma var. 13-dən 12. Əslində qalsa burada görsənir. 6-nı 2-yə vurub üstünə 1 gələ bilərdim. 12-ni 2-yə vurub üstünə 1 gələrdim və burada 1 vayd azalandan sonra bunu 2-yə vurub üstünə 1 gələrdim. Bura 49 yazıla bilərdi təbii ki. Bunun daha da alternativ yolu var təbii ki. Yəni bu sıra formasında təbii ki, yəni sütun formasının cəmini, sütunun fərqini siz yoxlayanda təbii ki, bu yollardan istifadə edə bilərsiniz. Ən uyğun təbii ki, yolumuz ən sadə formada. 8-i siz götürüb 2-yə vurarsınız, 16. 1 çıxarsınız 15. 7-ni vurarsınız 2-yə 14. 1 çıxarsınız 13. 14-ü də 2-yə vurarsınız 28. 28-dən 1 çıxdıqda 27. 13-ü 2-yə vuranda 26. 26-dan 1 çıxaram 25. Siz bu da 26-nı təbii ki, yenə
2'ye vurarsınız 52. 52'dən də bir çıxarsınız, görürsünüz, həqiqətən də 51'i verir. Və 25'i də biz götürüb 2'ye vursaq 50. 50'dən bir çıxdıq da 49 cavabını almış oluruq. Təbii ki, birinci sual içərisinin yerinə 49 olmalıdır. Təbii ki, avtomatik olaraq C variantını götürə bilərik. Və bu sual içərisinin yerinə təbii ki, 50 olmalıdır ki, biz 50'ni 2'ye vurduqda 100, 100'dən də bir çıxdıqda yuxarı 99'u yazmış oluruq. 49 və 50 sualımızın doğru cavabı olmuş olur. Keçdik növbəti sualımıza. Qanuna uyğunluğu müəyyən edin və sual içərisinin yerinə uyğun gələn variantı tapın. İt, heyvan arasındakı əlaqə, yəni çox sadə bir analogiya sualıdır. Heyvanın növlərindən biri itdir. Sual işarəsinin növlərindən biri baltadır. Ardıcıllıq da təbii ki, nəzərə alınmalıdır bu suallarda. Heyvanın növlərindən biri it. Nəyin növü baltadır? Odunun növü sizcə baltadır? Xeyr. Buradakının növü balta olmalıdır. Çəkicin növü təbii ki, balta deyil. Alətin növü təbii ki, balta. Ambarın növü balta deyil. Qəssabın da növü balta deyil təbii ki. Alətin bir növü balta olmuş olur. Növbəti sualımıza baxırıq. Qanuna uyğunluğu müəyyən edin və sual içərisinin yerinə uyğun gələn variantı tapın. Bu formalı tərəzilər demək olar ki, hər dəfə dövlət qulluğu imtahanına düşür. Ona görə siz bu sualların cəmi 4 yolunu bilməlisiniz təbii ki. 4 formada olan yolları 4'ünü də bildikdə daha da təbii ki, səmərəli olmuş olur bu sualın həlli. Gəlin bu sualların, yəni bu tipli tərəzilərin yolları ilə tanış olaq. Birinci yolumuz nədir? Alt-alta toplanır. Alt-alta toplama. İkinci yolumuz çarpaz toplama. Çarpaz. Bu arada yanvar imtahanına düşmüş tərəzi sualında birbaşa cavaba çıxmaq üçün çarpaz toplama üsulundan istifadə olunur. Üçüncü yolumuz əvəzləmə. Dördüncü yolumuz isə qiymət qoyma. Qiymət qoyma. Nəyə görə qiymət qoyma? Təbii ki, elə suallar var ki, alt-alta toplama ilə alınan deyil, çarpaz toplama ilə alınan deyil, əvəzləmə ilə demək olar çox çətin alınır və ya görə bilmirsiniz həmin formanı. Əvəzləmə ilə ya da ki, mümkün deyil alınmağı. Elə suallar da var təbii ki, amma elə suallar qiymət qoyma ilə sadəcə 30 saniyə ərzində tapılır. Elə suallar da var təbii ki. Biz bu suala baxsaq, bizdən deyir ki, kvadrat və dairənin tapılmasını tələb edir və sual işarəsi. Normalda tutaq ki, biz alt-alta toplasaq, alt-alta toplamanı götürək. Məsələn, alt-alta toplasaq, qara dairə, baxın yazdım yuxarıda. Qara dairə 2 dənə alt-alta topladım bu tərəzilər. Təbii ki, üçüncü tərəzidən istifadə eləmirsiniz. 1 və ikinci tərəzidən bunlardan istifadə edirəm. Bir dənə kvadrat alt-alta topladım. Bərabərdir nəyə? Buradakı sağ tərəfin alt-altın cəminə. Bərabərdir 2 dənə ağ dairəmiz, 3 dənə ağ dairəmiz daha doğrusu, bir dənə üçbucağımız. Fikir versiniz, heç bir əlaqə yoxdur, yəni. Sual içərisində ala bilmirəm, ixtisar da edə bilmirəm. Deməli, bu sual nə oldu? Alt-alta toplama əməliyyatı yaramadı bizim işimizə. Keçirik, məsələn, çarpaz toplama formasını izah edəcəm indi. Çarpaz toplama forması necə olacaq? Qara dairə ilə ağ dairə və ağ üçbucaq. Yazıram. Qara dairə, ağ dairə və ağ üçbucaq. Bunları topladım. Nəyə bərabər olmuş olur? Bunların cəminə görürsünüzmü? Bundan buradakının cəmi. Yəni, qara dairəmiz, ağ kvadratımız, 2 dənə ağ dairəmiz. 1, 2 dənə ağ dairəmiz. Baxıram ki, burada qara dairə ilə bu qara dairə ixtisar oluna bilər. Bu ağ dairə ilə buradakı ağ dairə deyək ki, ixtisar olunsun və fikir versək, kvadratla ağ dairəni bizə verir. Ağ kvadrat, ağ dairə. Mənə də elə ağ kvadrat, ağ dairə lazımdır. Ağ kvadratla ağ dairənin qiyməti nəyə bərabərdir? Ağ üçbucağa bərabərdir. Ağ kvadratla ağ dairənin qiyməti ağ üçbucağa bərabər olmuş olur və sualımızın doğru cavabı təbii ki, A variantı olmuş olur. Siz bu sualı təbii ki, qiymət qoyma üsulu ilə də yoxlaya bilərsiniz. Məsələn, qiymət qoyma üsulu necə olacaq məsələn? Və ya əvəzləmə ilə də yoxlaya bilərsiniz təbii ki. İndi burada çarpazda məsələn gördük alındı. Bu arada qeyd edim ki, yanvar imtahanında da, yəni yanvarda qəbul imtahanına düşmüş tərəzi sualında da elə suallar vardı. Yəni elə sual vardı ki, tərəzi formasında çarpaz üsulundan alınır. Burada da çarpaz forma ilə birbaşa cavaba gəldik. Yaxşı, qiymət qoyma üsulu necə olacaq? Qiymət qoyma üsulundan istifadə eləmək istəyirsinizsə, təbii ki, siz burada məsələn ağ dairəyə 1 yazsaz, qara dairəmiz 2 olur. Ağ dairənin 1 olmağı, qara dairənin 2 olmağı təbii ki, düzgün deyil yəni. Siz artıq burada ya da ki, düzgün olsa da biz qiymətləri dəyişməliyik. Məsələn, ağ dairə 1-dir, qara dairə 2-dir, qara dairə 2-dir. Siz burada başqa bir fərqli qiymətlər verməlisiniz. Məsələn, ağ üçbucağa nə verərsiniz? Təbii ki, burada 1 varsa, burada 2 varsa, ağ üçbucağın qiyməti
Ağ kvadratın qiymətindən nədir? 1 vahid böyük olmalıdır %100. Biz əgər buna 4 versək, buna məcbur 3 vermiş oluruq. Və ağ kvadratın qiyməti bizdə 3-dür. Ağ dairənin qiyməti bizdə 1-dir və bunların cəmi 4 olduğuna görə bizə 4 cavabı lazımdır. 4 cavabını verən bir dənə variant təbii ki, A variantıdır. Çünki ağ üçbucağın qiyməti 4 edir. Burada məsələn B bəndini yoxlasaq, bunların qiyməti 1 edir. 2 təbii ki, olmaz. Bizə 4 lazımdır. Yəni kvadratın qiyməti 3, 3, 6 edir. Bu da olmaz təbii ki. Bunun qiyməti 2 edir. Bu da olmaz. 2 dənə üçbucağımız 8 edir. Bu da olmaz təbii ki. Ona görə doğru cavabımız A variantı. Bu da təbii ki, qiymət yolu olmuş oldu. Növbəti sualımıza baxırıq. Beşinci sualımız. Beşinci sualda qeyri-aşkar operatorla bağlı olan bir sualımızdır. Qanun uyğunluğu müəyyən edin və sual içərisinin yerinə uyğun gələn variantı tapın. Normalda bu sualda baxsaq, qeyri-aşkar operator, yəni qeyri-aşkar əməllərin standart yolları həmişə vardı, yadınızdadırsa. Toplama, çıxma, vurma, bölmə. Ondan sonra kvadratlar, kublar, misillər. Ən çox imtahana düşən formalar bunlardır. Yəni başqa mürəkkəb formada düşünmək lazım deyil. Yəni ən standart qaydalarda baxmalısınız. Ondan sonra təbii ki, çətin formalara. Bu arada qeyd edim ki, yanvar imtahana düşmüş qeyri-aşkar operatoru nisbətən çətindir. Yəni standartdan biraz çətin idi təbii ki. Bu dəfə düşmüş qeyri-aşkar operator sual təbii ki, çox rahat, çox sadə şəkildə həll olunur. Siz birinci təbii ki, toplamanı yoxlamalısınız. 4 ilə 8-in cəmi 12. 12 ilə 5 arasındakı əlaqə nə ola bilər? Deyək ki, 7 çıxarım. 12 ilə 4-ün cəmi 16 edir axı. 16-dan biz 7 çıxdıqda təbii ki, 12-ni ala bilmirik təbii ki. Toplamadan sonra deyək ki, çıxmanı yoxlasam. Çıxmanı yoxlasam, siz gərək sağdan solu çıxın və yaxud da ki, çıxmanın modulunu götürüm. Fərqin modulu 4 verir. Fərqin modulu 8 verir. 4 ilə 5 arasındakı əlaqə üstünə 1 gəlməkdir. 8 ilə 12 arasındakı əlaqə həmin əlaqəni ödəmir təbii ki. Eyni əlaqə olmalıdır. Toplama çıxmanı yoxladım, alınmadı deyək. O zaman biz hansı formanı yoxlayarıq? Vurma əməliyyatını götürərik o zaman. 4 ilə 8-in hasili 32. 32-ni çalışın həmişə yazın. Yəni yazmadıqda şifahi düşündükdə 32-dən düşünürsünüz ki, 5-i ala bilmərəm. Amma yazdıqda rahat görürsünüz axı 3 ilə 2-nin cəmi 5 olduğunu. Ona görə hər hansı əməliyyatı gördükdə imtahan vaxtı təbii ki, evdə hazırlıq zamanı və yaxud qəbula hazırlıq zamanı, imtahanlara hazırlıq zamanı təbii ki, həmin ədədi yoxlayanda toplama çıxmasını, vurmasını, bölməsini, kvadratların cəmini və yaxud hər hansı bir hissəsini yoxlayanda ədədləri çalışın yazın, yəni. Yazdıqda daha da asan şəkildə yolunu görmüş olursunuz. Amma şifahi formada yanaşsanız təbii ki, görməyə də bilərsiniz, yəni. Və bir-birinə vurdum 32. 32 arasındakı artıq əlaqəni biz gördük. 3 ilə 2-nin cəmi nə oldu? 5 olmuş olur. 12-ni 4-ə vurduqda. Burada yoxlayaq 48. 48-in də rəqəm cəmi, yəni 4 ilə 8-in cəmi 12-ni vermiş olur. 7 dəfə 9, 63. 63-ün də rəqəm cəmi, yəni 6 ilə 3-ün cəmi təbii ki, 9-u vermiş olur. Eyni zamanda 15-i biz 2-yə vurarıq. Görək bu 15 operator 2 bərabərdirmi 3 operator 7-yə? Yoxlayaq. 15-i 2-yə vurduqda 30 edir. 30-un rəqəm cəmi neçə edir? Baxın, bura 30 elədi, düzdür? 30-un rəqəm cəmi 3 edir axı. 3-ü də 7-yə vurduqda 21 edir. 21-in də rəqəm cəmi 3 edir. Həqiqətən də 3 bərabərdir 3-ə. Alındı. Deməli, yolumuz təbii ki, budur. 15-i də təbii ki, vuracam 5-ə. 75. 75-in də rəqəmləri cəmi təbii ki, 12-ni vermiş olur.